Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi. Bugünkü dərsimizdə sizlər üçün Azərbaycanın qədim dövlətçilik ənənələrini bərpa elətdirən, davam elətdirən növbəti dövlət Albaniya haqqında məlumat verəcəm. Dərsimizə keçid alaq. Deməli, biz deyəcəyik ki, Makedoniyalı İskəndərin ölümündən sonraki Artoğan imperiyası parçalandı və bundan sonra Azərbaycanda iki dövlət meydana gəldi. Azərbaycanın cənubunda Atropatena, Azərbaycanın şimalında isə Albaniya dövləti yarandı və bu dövlət eramızdan əvvəl 4-cü əsrin sonunda meydana gəldi. Konkret ili verilmir. Paytaxtı Qəbələ şəhəri idi və Azərbaycanın şimalında Kür çayından şimalda yerləşirdi. Və burada bir məqamı vurgulayacağıq ki, biz Albaniya dövləti hansı ərazidə meydana gəlmişdi? Hansı ki, əvvəlcə biz deyəcəyik ki, ən qədim dövlətimiz Manna Azərbaycanın cənubundaydı. Daha sonra biz məlumat alırıq Kimmer-İskit-Sak padşahlığı haqqında. Kimmer-İskit-Sak padşahlığı Araz çayından şimalda, Azərbaycanın şimalında meydana gəlmişdi. Kür ilə Araz çayı arasındakı torpaqları əhatə edirdi. Məhz həmin torpaqlar daha sonra Midiya imperiyasının tərkibində olmuşdur. Ardınca isə Əhəmənilərin tərkibində olmuşdur. Və bundan sonra Əhəmənilər Makedoniyalı İskəndərin yürüşünə məruz qalmış və işğal edilmişdir ki, bu torpaqların hamısı keçmişdi İskəndərin imperiyasının tərkibinə. İskəndərin ölümündən də sonra məhz bu şimal ərazidə həm Kür ilə Araz çayı arasındakı ərazini, həm də Kür çayından şimaldakı ərazini əhatə edən dövlət Albaniya dövləti olmuşdur. Alban dövləti məhz İskitlərin idarəetmə ənənəsi əsasında idarə olunmuşdur. Onların idarəetmə sistemi Albaniyaya keçmişdir. Albaniyanın ərazisi hal-hazırda müasir dövrdə əhatə edirdi. Azərbaycan Respublikasının ərazisini, Qərbi Azərbaycan, müasir Ermənistanın ərazisini, Dağıstanın cənub rayonlarını əhatə edirdi. Borçalı və Qanaq vadisini, yəni indiki Şərqi Gürcüstan torpaqlarına əhatə edirdi. Sərhədlərinə gəldikdə isə, əgər tez-tez sual olaraq Albaniyanın sərhədləri soruşularsa, şimalda Qafqaz dağlarından cənubda Atropatenaya qədər, şərqdə Xəzər dənizindən qərbdə İberiyaya qədər, yəni Gürcüstana qədər ki, ərazini əhatə etmişdir. Burada insanlar müəyyən təbəqələrə bölünürdülər. Hansı ki, burada biz deyəcəyik ki, 3 təbəqə var idi. Hökümdar 2 təbəqəni təşkil edirdi. Hökümdar ölkəni idarə edən şəxs idi, idarə edici idi və baş komandan hesab olunurdu. Müharibə vaxtı orduya komandanlıq edirdi. İkinci təbəqədə hakimlər, kahinlər və hərbçilər yer alırdı. Vilayətlərin hakimləri və dini idarəyə başçılıq edən kahinlər və döyüşçü olan hansı ki bu hərbiçilər ikinci təbəqəni təşkil etdi ki, onlar mühafizəçi və idarəçi təbəqə hesab olunurdu. Üçüncü təbəqəyə kəndli, sənətkar və tacirlər daxil idi ki, məhz insanların da əsas hissəsini, əsas qüvvəsini bu sonuncu təbəqə təşkil etmiş olurdu. Albaniya dövləti işğalçı dövlət deyildi, lakin mərkəzləşdirilmiş dövlət idi. Buna izah gətirim mən. İşğalçı dövlət deyildi, bəli, çünki Albaniya heç bir dövlət üzərinə işğalçı yürüyüş həyata keçirməmişdi. Əksinə Albaniyanın üzərinə yürüyüşlər edilmişdi və işğalçı müharibə aparmadığı üçün də Albaniyaya gətirilən qulların sayı çox az idi. Yəni, burada qul əməyindən çox az istifadə olunmuşdu. Ümumiyyətlə, həm Atropatenada, həm də Albaniyada qul əməyindən çox az bir miqdarda istifadə olunmuşdu. Biz bunlara sadəcə olaraq quldarlıq quruluşu dövründə yarandıqları üçün qullar dövlət deyirik. Yəni, Romadakı kimi, Yunanistandakı kimi klassik qullar dövləti deyildilər. Və Albaniya mərkəzləşdirilmiş dövlət idi. Mənbələrin birində belə bir məlumat qeyd olunur ki, əvvəllər hər vilayətə bir hökümdar başçılıq edirdi. İndi isə bir hökümdar bütün ərazini idarə edir. Yəni, Albaniyada daha sonraki dövrdə vahid dövlət yarandıqdan sonra biz deyəcəyik ki, Albaniyada olan hökümdar bütün vilayət hakimlərini özünə tabi etmiş, onların əl-qolunu yığmış, mərkəzi hakimiyyəti gücləndirmiş, mərkəzləşdirmə siyasəti yürüdə bilmişdi. Mərkəzləşdirmə budur və Albaniya mərkəzləşdirilmiş dövlət hesab olunurdu. Daha sonra burada Albaniyanın vilayətləri içərisində Kambisena, Çola, Kaspiana vilayətlərinin adını qeyd etmişəm. Kambisena vilayəti Gürcüstanla sərhəddə yerləşirdi, Albaniyanın şimal-qərbində yerləşirdi. Buradan keçən Alazan çayı, Qanıq çayı bunun tərkibindən keçirdi və ölkənin içərisinə doğru yol alırdı. Çola vilayəti isə Albaniyanın şimal-şərqində yerləşirdi. Çola vilayəti Dərbəndə sərhəd bölgədə yerləşirdi.
Bundan sonra bir də var idi Kaspiyana vilayəti, hansı ki Kaspiya tayfaları tərəfindən əsası qoyulmuş bir vilayət idi. Xəzər dənizinin qərb sahilində yerləşirdi. Albaniya ilə Atropatena arasında sərhəd ərazidə yerləşirdi. Əsas olacağımız vilayətlərdən bunlar idi. Yaşayan tayfalardan İskit, Sak, Alban, Uyti, Kaspi, Qarqar tayfaların adını çəkə bilərik ki, ümumiyyətlə Albaniyada 26 dildə danışan tayfalar haqqında mənbələrdə məlumat verilir və bunların da əsasını təşkil edir İskit və Sak tayfaları və həm onlar, həm də onların varisləri digər tayfaları təşkil edirdi. Hətta biz deyəcəyik ki, hələ Albaniya dövləti yaranmamışdan da öncə bu Alban tayfaları mövcud idi. Belə ki, bu Alban tayfaları Kadusilərlə, Saklarla birlikdə Əhəməni hökmdarı 3-cü Daran ordusunda Qavqamel vuruşmasında Makedoniyalı İskəndərə qarşı mübarizə aparmışdılar. Burada biz deyəcəyik ki, Sakları bəzi mənbələrdə, yəni Sak nümayəndələrində bəzi mənbələrdə məlumat qeyd olunur ki, Sakların nümayəndələrindən biri olan Aran adlı şəxs hökmdar vəzifəsini icra etmişdi. Məhz onun adı ilə də bəzi mənbələrdə Albaniyanı Arran ölkəsi də adlandırmışlar. Qeyd etdiyim bu məlumat yeni verilmiş dərsliklərə əsasən salınmışdır. Və hal-hazırda sualı versəniz ki, Albaniyanın indiki dövrümüzdə davamçıları, yəni Albanların davamçıları nəsilləri qalmaqdadırmı? Bəli. Hal-hazırda Qəbələnin Nic kəndində Udin tayfaları, Qubanın Xınalıq kəndində Xınalıqlılar, Qubanın Buduq kəndində Buduqlular əvvəlki Albanların nəsillərindən davamçılarından hesab olunur. Albaniya ərazisində insanların məşğuliyyət sahəsinə gəldikdə isə əkinçilik, maldarlıq, toxuculuq, duluzçuluq, balıqçılıq və digər sahələrlə məşğul olmuşlar. Və biz deyəcəyik ki, əkinçilikdə təbii ki də əsas rol oynayırdı süni suvarma və hətta su hövzələrinin olması. Təbii ki, biz bilirik ki, Albaniyada Kür çayı var idi, Araz çayı var idi, Xəzər dənizi var idi. Hətta Kambesena vilayətinin içərisindən keçən Qanı Xalzan çayının belə olması haqqında məlumat əldə edirik. Əgər bir yerdə su varsa, su hövzəsi varsa, demək ki, burada bir həyat mənbəyi var. Və insanlar burada bu çaylardan, bu göllərdən, bu dənizlərdən özlərinə arxlar çəkmişdilər ki, bunların içərisində ən məşhur arx Gövur arx hesab olunur və ən böyük arx hesab olunurdu. Gövur arxla insanlar deməli, Mir düzü sahəsini suvarmağa bacarırdılar. Yəni bu qədər böyüklükdəki bir düzü suvara bilirdilər. Əkinçilikdən bağlı digər bir məqamlara söyləyə bilərik ki, əkinçilikdə insanlar təbii ki də buğda, arpa becərirdilər, digər xüsusiyyətləri, yəni digər məhsulları əkib becərilməsi ilə məşğul olurdular. Daha sonra balıqçılıq inkişaf etmişdi əsasən Xəzər dənizində və mənbələrin birinə verilən məlumata əsasən qeyd olunur ki, Kaspi adlı tayfalar Xəzər dənizində şişburun adlı balıqları ovlayırlar, qurudurlar, duzlayıb dəvələrə yükləyib Ekbatana, yəni indiki Həmədan şəhərinə aparıb ticarət edirlər, yəni mal mübadiləsi və yaxud da ticarət əlaqəsi saxlayırlar. Və məhz buna görə də Kaspiyan adını burada qeyd etmişəm mən balıqçılıqla bağlı. Hətta kitablarda bəzi məlumatda qeyd olunur ki, deyir Kaspilər bu balığın içalatından deyir yapışqan kimi və yaxud da dərisindən məlhəm kimi istifadə edirdilər. Yəni balığın piyindən və yağından, içalatından dərman kimi və digər vasitələrdə istifadə olunurdu. Maldarlıq inkişaf etmişdi. Maldarlıqda biz deyəcəyik ki, atçılıq, dəvəçilik inkişaf etmişdi. Maldarlıqda dağlıq və dağətəyi ərazilərdən, eyni zamanda yaylaq və qışlaq maldarlığından istifadə olunurdu. Əsasən də biz bu haqda məlumat əldə edirik maldarlıq haqqında. Borçalı və Göyçə yaylaqları əsasən də maldarlıq üçün əsas əlverişli yerlər hesab olunurdu. Yerə qeyd olunmuş məlumatımızdır. İnsanların növbəti məşğuliyyət sahəsi toxuculuq idi. Toxuculuq sahəsində bir sıra toxuculuq alətləri yaratmışdılar. Toxuculuqda iynə, biz, daha sonra digər toxuculuq alətlərinin meydana gəlməsi haqqında məlumatı Mingəçevir və Beyləqanda tapılmış tapıntılar sübut edir. Duluzçuluqla məşğul olurdular, saxsı qablar istehsalını həyata keçirirdilər və metal işləmə ilə məşğul olurdular. Bu söylədiklərimin hər biri Albaniya əhalisinin məşğuliyyət sahəsi sırasına daxil idi. Əramızın ilk əsrlərindən artıq biz Albaniya dövlətində qədim dövrdən keçirik artıq müasir dövrə, yəni hansı ki bizim eraya gəlib keçirik. Burada bizim eranın ilk əsrlərində şüşə istehsalı ilə məşğul olmağa başladılar. İlk dəfə şüşə hazırlamağa başladılar Albanlar bu dövrdə. Su dərmanları hazırlamağı öyrəndilər. Eyni zamanda biz burada deyəcəyik ki,
möhür və pul qeyd eləmişəm. Möhürlər nə idi? Albaniyada dövlətin yaranması ilə möhürlər meydana gəldi. Möhürlər üzük formasında olub, bəzək əşyası kimi barmağa taxılırdı və sənədlərin möhürlənməsi zamanı bu möhürlərdən istifadə olunurdu. Möhürlərin olması ölkənin dövlətçiliyinin müstəqil olduğunu göstərirdi. Və pul məsələsini qeyd eləmişəm ki, Albaniyada hələ dövlət yaranmamışdan əvvəl insanlar mal mübadiləsi vasitəsilə ticarət edirdilər. Dövlət yarandıqdan sonra artıq puldan istifadə olunmağa başlandı. Ən qədim pullar burada Makedoniyalı İskəndərin adından kəsilmiş gümüş pullar hesab olunur. Lakin daha sonra Alban hökmdarları eramızdan əvvəl 3-cü əsrin 1-ci yarısından başlayaraq bu cür pullar kəsdirməyə başlamışlar. Makedoniya İskəndərin adından pullar kəsilməyə başlamışlar və bu cür pul dəfinələrinə Şamaxıda, Qəbələdə, Bərdədə və Ağsuda rast gəlinmişdir. Və qeyd edeyim ki, buradakı Bərdə və Ağsu yeni salınmış məlumatdır. Daha sonra Albaniya haqqında qədim dövr tarixçiləri məlumat verirlər. Roma və Yunan müəllifləri. Böyük Plini adlı şəxs məlumat verirdi ki, Albaniyanın paytaxtı Qəbələ şəhəridir ki, o mənbələrdə Kabalakada adlandırılmışdır. Daha sonra Ptolomey adlı Yunan tarixçisi məlumat verirdi ki, Albaniyada 29 şəhər var və bu 29 şəhər içərisində o Qəbələnin, Şamaxının və Albana adlı bir şəhərin adını çəkmişdir. Bundan başqa növbəti tarixçimiz Strabon Albaniyada olan şəhərlər haqqında məlumat verərkən Qəbələ şəhərinin adını vurgulamış. Bundan əlavə burada Ayniana və Analiaka adlı şəhərlərin olduğunu söyləmişdir. Bunlar Albaniya şəhərləri haqqında olan məlumatlar idi. Keçid alıram Albaniyanın dövlətçilik tarixinə, yəni siyasi tarixinə. Burada biz deyəcəyik ki, Roma şərq istiqamətdə yürüşlər həyata keçirirdi. Hətta keçən dəfəki dərsimizdə Atropatenada öyrəndik ki, Romanın eramızdan əvvəl 53-cü ildə, eradan əvvəl 38-ci ildə və eradan əvvəl 36-cı il dövrlərində yürüşlərə baş vermişdi. Burada isə Roma şərq istiqamətində irəliləyərək Hindistanla Qara dənizi birləşdirən torpaqları işğal etmək istəyirdi və bunun üçün də o Atropatenaya yanaşı Albaniya ərazisində yürüşlər etmişdi. Eramızdan əvvəl 66-cı ildə ilk döyüş Kür çayı sahilindəki ərazidə baş vermişdi. Döyüş zamanı Roma sərkərdəsi Pompey ilə Alban hökmdarı Orois qarşı-qarşıya gəlmişdilər. Döyüşün gedişatında qəhrəmanlıqla vuruşan qadınlar da var idi. Lakin döyüşün nəticəsində Albanlar məğlub olmuş, Romalılar qalib gəlmişdilər. Və bu zaman Pompey sülh sazişi bağlayaraq İberiya istiqamətində irəliləmişdi, yəni Gürcistan istiqamətində. Və onun qoşunlarının ardınca Alban hökmdarı Oroisin dəstələri 40 minlik dəstə onun ordusunun ardınca irəliləmiş və onun İberiyaya çatacağı yolda hansı ki Qanı Xalzan çayı sahilində düşərgə salmışlar və onları burada qarşılamışdılar. Növbəti döyüş eramızdan əvvəl 65-ci ildə həmin vurğuladığım Qanaq çayı sahilində baş verdi. Bu döyüşdə Roma sərkərdəsi Pompey ilə Alban hökmdarı Oroisin qardaşı sərkərdə Kozis qarşı-qarşıya gəlmişdilər. Əgər testlərdə sizə sual verilsə ki, Qanaq Xalzan çayı sahilindəki döyüşdə Alban hökmdarı Kozis iştirak etmişdi. Bu cümlə səhvdir. Çünki Kozis hökmdar deyildi. Kozis adi bir sərkərdə idi. Oroisin qardaşı idi. Və biz burada deyəcəyik ki, Pompey ilə Kozis bir-birlə vuruşarkən Kozisin atdığı nizə, yəni mizraq, Pompeyin zirəhinə dəyərək yerə düşür. Pompeyi yaralamır. Amma Kozisin əlində zirək olmadığı üçün Pompeyin atdığı nizə Kozisi ölümcül yaralamışdı. Və hər iki döyüş nəticəsində də Albanlar məğlub olmuş, Romalılar qalib gəlmişdilər. Qanaq çayı sahilindəki döyüşdəki məğlubiyyətdən sonra yenə Albanlar sakit dayanmadılar. Partizan müharibəsini həyata keçirdilər. Partizan müharibəsi bu idi ki, ölkədə biri var hökmdar özü düşmənə qarşı mübarizə aparır. Bir də var ki, arxa tərəfdə yerli əhali, insanların yerdə qalan əhalisi gizli yollarla düşmənə qarşı müharibə aparırlar. Bu da partizan müharibəsi adını alırdı və müəyyən kəşfiyyatçılıq xarakterdə daşıyırdı. Bütün bunların edilməsi zamanı
artıq Albanlar təbii ki də mübarizə aparmağa çalışırdılar Romaya qarşı ki, öz qalibiyyətlərini təmin etsinlər. Pompey bu zaman deməli Oroysa məktublaşma həyata keçirdir. Belə ki, Pompey Oroysun yanına elçi göndərib söyləyir ki, Oroys onun düşərgəsindən getsin və görüş keçirsinlər. Oroys lakin Pompeyin düşərgəsindən getmir, onunla görüşmür. Əksinə Oroys pul və müəyyən hədiyyələr göndərir Pompeyin düşərgəsinə və sülh təklif edir Pompeyə. Nəticədə sülh müqaviləsi bağlanır. Pompey Albaniya içərilərinə irəliləməsinə baxmayaraq artıq sülh müqaviləsi imzalandıqdan sonra geri qayıdır, öz qoşunu çəkib geri qayıdır. Baxın, burada bir məqamı vurğulayacağım ki, mən Qanaq çayı sahilindəki döyüşdə Albanlar məğlub oldular, Romalılar sakit dayanmırlar, Albaniyanın içərilərinə doğru irəliləyirlər. Lakin daha sonra sülh sazişi bağlandığı üçün Romalılar öz qoşunlarını geri çəkilib geri qayıdırlar. Bir dəqiqə videoya baxın, görüb davam edirmi? Daha bəli. Daha sonra eramızdan əvvəl 36-cı ildə Romanın yenidən Albaniyaya yürüyüşü baş verdi. Bu zaman buraya Roma sərkərdəsi Antoninin köməkçilərindən olan sərkərdə Canidi yürüyüş etmişdi. Əgər xatırlayırsınızsa, eradan əvvəl 36-cı ildə Antoni özü Atropatenaya yürüyüş etmişdi və məğlub olmuşdu Fraspa şəhərinin mühasirəsi zamanı. Burada isə Canidi, onun sərkərdəsi Canidi Albaniyaya yürüyüş etmişdi və Alban hökmdarı Zober ilə qarşı-qarşıya gəlmişdi. Zober, yəni Albanlar burada məğlub olmuş, Romalılar qalib gəlmişdilər. Alban hökmdarı Zober Romaya sadiq qalacağına və onunla müttəfiq kimi çıxış edəcəyinə söz vermişdi. Və bir məqamı vurğulayım ki, 36-cı dönəmində Canidi yalnız Albaniyanı yox, eyni zamanda İberiyanı da, yəni Gürcüstanı da tabe etməyi bacarmışdı. Elə məhz İberiyanı tabe edib gəlmişdi Albaniyaya. Hər iki hökmdar da, Gürcüstan hökmdarı da, Albaniya hökmdarı da ittifaq, yəni müttəfiq vəziyyətini qəbul etmişdilər. Bundan bir qədər sonra biz deyəcəyik ki, artıq bizim eramızın 20-ci ilindəki Atropatenaya, Parfiya son qoydu. Bundan sonra Albaniyanın gözü qorxdu. Belə ki, Albaniya Parfiya təhlükəsinə qarşı getdi, Roma ilə yaxınlaşdı. Yəni siyasətin dəyişərək Roma ilə yaxınlaşdı. Və Parfiya təhlükəsinə qarşı Roma ilə yaxınlaşaraq siyasi-iqtisadi əlaqələr qurdu. Roma ilə Albaniya arasında bu siyasi-iqtisadi əlaqələr eramızın 3-cü əsrinə qədər davam etmişdir. İndi keçid almaq istəyirəm növbəti məsələlərimizə. Burada biz deyəcəyik ki, Albaniyanın mədəniyyəti haqqında hökmdar, əyanların qəbri üzərində heykəllər qurulurdu. Bəli, Albaniyada yeni salınmış bir məlumatdır ki, hökmdar və əyanlar, məmurlar ölən zaman onların qəbri üzərində müəyyən heykəllər tapılmışdır ki, məhz bu cür qəbirlərə rast gəlindi. Qarabağda, Şirvanda və Göyçə mahalında rast gəlinmişdi. Bu cür qəbirlərin üzərindən hətta birindən Alban ilahəsinin heykəli tapılmışdı. Daha sonra burada qeyd eləmişəm ki, iri qalalar Borçalı, Gədəbəy, Göyçə mahalı, Zəngəzur və Naxçıvanda idi. Belə ki, Albaniya dövlətinə aid olan iri qalalar aşkarlanmışdı ki, bu qalaların üzəri kiremitlə örtülmüşdü və bu qalalar insanları, tacirləri və səyyahları günəşdən, yağışdan, düşmən hücumundan qoruyurdu. Bu cür iri qalalar aşkarlanmışdı Albaniyada. Borçalı ərazisində, Gədəbəy ərazisində, Göyçə mahalında, Zəngəzur və Naxçıvan ərazilərində rast gəlinmişdi. Daha sonra Qoşundaş abidəsi qeyd olunur Zəngəzurda, Qarakilsə rayonu ərazisində. Bu da yeni salınmış məlumatımızdır ki, Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Qarakilsə ərazisində Qoşundaş abidəsi aşkarlanmışdır. Qoşundaş abidəsi budur ki, bir sıra daşlar qoyulmuşdur ki, bunlar ölmüş insanların, döyüşlərdə həlak olmuş, şəhid olmuş insanların şərəfinə ucaldılmışdır və Azərbaycanın məhz öz tarixi abidəsi hesab olunur. Lakin təəssüflər olsun ki, bu torpaqlar erməni işğalı altında olarkən ermənilər tərəfindən saxtalaşdırılıb, onlarınki kimi dünyaya təqdim edilmişdir. Amma əslində Qoşundaş abidəsi Azərbaycana məxsusdur. Sonra Albaniyalıların özlərinə məxsus yerli yazıları da olmuşdur. Ondan əlavə onlar Aramey yazısından, Yunan yazısından, Latın yazısından istifadə etmişlər. Və Yunan yazısının olduğunu hardan biləcəyik? Eramızın 2-ci əsrinə aid Şəkinin Böyük Dəhnə kəndində böyük bir daş kitabı tapılmışdır ki, bu daş kitabı üzərində Yunan yazısı qeyd olunmuşdur ki, bu artıq Albanların Yunan yazısı tanışlığına göstərir. Bundan əlavə Latın yazının olduğunu hardan biləcəyik? Latın yazısının olduğunu
Qobustana Roma qoşunlarının gəlişi zamanı Böyükdaş dağının ətəyində böyük latin dilində yazı olan kitabə tapılmışdır ki, bu daş kitabə 84-96-cı illər dönəminə aid idi. Burada tapılmış daş kitabədəki yazılar latin dilində yazılmışdır. Və bundan əlavə albanların özünün yerli yazısının olduğunu eramızdan əvvəl 65-ci il dönəmində Qanıq döyüşündən bir qədər sonra Pompey ilə Oroysun məktublaşması məsələsi də bu fakt sübut edir ki, albanlar yazı mədəniyyətinə malik olan bir xalq olmuşlar. Sonra burada vurğulayacağım Alan tayfalarının yürüşünü. Alanlar Türk mənşəli tayfalarıydı və Azərbaycandan şimalandan, Dərbənd keçidindən və Dəryal keçidindən keçərək dəfələrcə işğalçı yürüşlər həyata keçirirdilər. Daha doğrusu bunlar qarətçilik məqsədi güdürdülər. Əsasən də bu cür alanların yürüşləri 1-3-cü əsrlər dövründə baş vermişdi. Amma ən güclü yürüş 72-74-cü illər ərzində baş verdi. Şimaldan daxil olan alan tayfaları həm Albaniyada qarətçilik həyata keçirmiş, həm də Albaniyadan aşağı düşərək əvvəlki Atropatena torpaqlarına da keçid etmiş, hansı ki burada Atropatenanın Parfiyanın canişini idarə edirdi ki, həmin torpaqlara keçid eləmişlər. Və Atropatena ərazisidə alanların qarətçi yürüşünə məruz qalmışdı. Alanların yürüşü ilə bağlı biz Mingəçevirdən və Qəbərdən aşkarlanmış katakomba qəbirlərdən məlumat əldə edirik. Çünki katakomba qəbirlər alanların yürüşü ilə əlaqədar idi. Katakomba qəbirlər nə idi? İnsanları ölən zaman böyük bir saxsı küplərin içində dəfn edirdilər və bu saxsı küplərin içərisində insanların əşyaları da yerləşdirilirdi. Bu cür saxsı küpləri torpaqda bastırırdılar və bunlar katakomba qəbirlər adlanırdı. Burada Yunan mədəniyyəti yayılmışdı. Necə ki, Atropatenada eyni zamanda Albaniyada da Makedoniyalı İskəndərin gəlişindən qalma Yunan elmi mədəniyyəti yayılmışdı. Biz bunu hardan görəcəyik? Yunan tanrılarına sitayişdən Zeus, Helios, Selena tanrılarına sitayiş olunurdu. Zeus baş tanrı idi, Helios günəş tanrısı, Selena isə ay tanrısı idi. Albaniyada əsasən Selena'ya böyük önəm verilirdi və ay tanrısına böyük önəm verilirdi. Ay tanrısına böyük sitayiş olunurdu. Bundan başqa biz deyəcəyik ki, Yunan mədəniyyətinin olduğunu, burada yayıldığını sübut edir. Tikintidə kirəmitdən istifadə olunması, bu iki əsas məqamın olması Atropatena ilə oxşarlıq təşkil edə bilər. Din cəhətdən yalnız Yunan tanrılarına mı sitayiş edilir? Əgər sual versəniz, xeyr. Xristiyanlıq da yayılmışdı burada. Albaniyanın əsasən dağətəyi ərazilərində xristiyanlıq yayılmışdı və Qafqaz ərazisində ilk böyük xristiyan kilsəsi Şəkinin Kiş kəndindəki məbəd üzərində ucaldılmışdır. Yəni, Şəkinin Kiş kəndindəki məbəd əvvəlcə Albanların məbədi idi. Daha sonra bu məbəd çevrilir kilsəyə. Bunu deməli, xristiyanlıq kilsəsinə çevirirlər. Bundan əlavə insanlar göy, günəş, ay tanrılarına sitayiş edirdilər. Qədim əcdadların ruhlarına inanırdılar. Bəzi təbiət qüvvələrinə inan var idi. Külək əsən zaman, yağış yağan zaman və ildırım çıxan zaman bunlara inan var idi. Və sonra olacağı məqamlardan biri nədir? Alban dilində tapılmış ən böyük yazılı mənbə 1975-ci ildə Misirdəki Sinay yarımadasındakı monastırdan tapılmışdır. Və biz burada deməli türkcə bu məbədi, bu tapılmış xüsusi bir şeyi, yəni məbədi biz türkcə adlandırılan tapınaq adlandıracağıq. Yəni bu tapınaq 1975-ci ilə aid idi. Son olaraq deyəcəyik ki, Albaniya haqqında bizə məlumat verən ekspedisiyalar, yəni məlumatları həyata keçirən səyahətçilər, tarixçilər, ekspedisiyaçılar ən çox məşhur idi. Qəbələ ekspedisiyası, Şamaxı, Qax, Mingəçevir ekspedisiyaları bizə Albaniya haqqında böyük məlumatlar verir və Qarabağda 19 insan heykəli tapılmışdır. Buna deyib artıq yekunlaşdırıram, biləm artıq yorulmusunuz. Qarabağda 19 insan heykəlinin tapılması Qarabağda bu ərazinin etno-mədəni əraziyə malik olduğunu göstərir ki, yəni Qarabağ qədim insanların meydana gəldiyi ən qədim ərazilərdən biridir. Mədəniyyətin yayıldığı ən qədim ərazilərdən biridir ki, burada məhz qədim insan heykəlləri aşkarlanmışdır. Albaniya haqqında verəcəyəm məlumatlar bu qədər. İnşallah ki, anlaya bilərsiniz. Oldu, sağ olun.